Tovuzda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Hadisə Tovuz şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, səhər saatlarında yolu keçmək istəyən 1951-ci il təvəllüdlü Ədalət Bayramovanı çörək daşıyan avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Faktla bağlı araşdırma aparılır. Göygöl rayonunda 86 yaşlı kişi bədbəxt hadisənin qurbanı olub. Belə ki, 1939-cu il təvəllüdlü Hilal Cəfərov rayonun Ərəbli kanalında boğulub. Mərhumun meyidi kanaldan çıxarılaraq ailəsinə təhvil verilib. Faktla bağlı Göygöl rayon prokurorluğunda araşdırma işlərinə başlanılıb. Goranboyun Azad kəndində 2 nəfər bıçaqlanıb. 1996-cı il təvəllüdlü Adil Məmmədov və 1994-cü il təvəllüdlü Vüsal İsmailov bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıblar. Adil Məmmədovun vəziyyəti ağır, İsmailovun vəziyyəti isə orta ağırdır. İlkin məlumata görə hadisəni onların qonşusu 2003-cü il təvəllüdlü İlkin Cəfərov törədib, fakt üzrə araşdırma aparılır. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirildi ki, polislərin keçirdiyi tədbirlərlə Məmmədova və İsmailova kəsici deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 22 yaşlı İlkin Cəfərov artıq saxlanılıb, araşdırmalar davam etdirilir.